1 iyun uşaqların müdafiəsi günüdür. Uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir. Onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Məhz bu məqsədlə də Sumqayıt şəhəri Heydər Əliyev mərkəzinin önündə uşaqların müdafiəsinə həsr olmuş bayram şənliyi keçirildi. Bayram şənliyində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Layla Hacıyeva, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vaqif Ələkbərov, Təhsil şöbəsinin məktəbə qədər təhsil müəssisəsinin tərbiyə üzrə aparıcı məsləhətçisi Maral Abdullayeva, həmçinin bir sıra bağça müdirələri ilə bərabər uşaqlar və valideynlər də iştirak etdilər. Öncə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Layla Hacıyeva tədbirin əsas mahiyyəti haqqında məlumat verdi və bildirdi ki, dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də uşaqların müdafiəsi günü hər il qeyd edilir. Müasir dövrümüzdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Layla Hacıyeva çıxışı zamanı onu da qeyd etdi ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hər tərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər uşaqların təlim-tərbiyəsini daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini qeyd edən icra başçısı müavini Layla Hacıyeva, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaqların problemlərinə böyük diqqətlə yanaşdıqlarını da bildirdi. Balaca fidanların çoxsaylı kompozisiyaları əsasında qurulmuş tədbir, balacaların bir-birindən maraqlı hazırladıqları çıxış nömrələri ilə davam etdirildi. Musiqi ansamblının müşayiəti ilə balaca fidanlarımız öz rəqsləri ilə gələn qonaqların könlünü oxşayıb, onlara xoş ovqat bəxş etdilər. İntisar Ədalət qızı, Elbrus İsmailov, Dünya TV.